Salam millət. Ötən gün Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı terrorçular güya haransa Azərbaycanda partladacaqmış, DTX bunun qarşısını aldı xəbərinin tam yalan olduğunu indi sizə sübutla göstərəcəm. Dünən DTX açıqlama yaydı və video göstərdi. Azərbaycanın hökumət saytları da hamısı olduğu kimi paylaşdı. Güya Sepahın Azərbaycanda kimlərisə Bakı-Ceyhan boru kəmərini partlatmağa hazırlaşırmış, Yahudi icmasının rəhbərlərini öldürəcəkmiş, DTX bir gün içərisində bunları həll elədi, tapdı və zərərsizləşdirdi. İndi sizə sübutla göstərəcəm ki, yalan danışır DTX. Tutulanlar narkotik üstə Azərbaycanda hər il tutulan minlərlə Azərbaycanlıdan bir neçəsidir və narkotik üstə tutulanları terrorçu adıyla DTX rəisi Əli Nağıyev ya İlham Əliyevə soxuşdurur, ya İlham Əliyevlə bərabər İsrailə soxuşdurmaq istəyib onun xoşuna gəlməsi üçün, həmçinin də bizə Azərbaycan xalqına soxuşdururdu. İndi mən sizə sübutunu göstərəcəm. Diqqət ekrana, xahiş edirəm, videonu bəyənin, paylaşın ki, bütün hər kəs görsün. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. DTX-nın ötən gün yaydığı videodan bir neçə parça. Ağayeva Xədicə Zakir qızı Xədicə Ağayevanı adını yadda saxlayın. Əhmədov Elvin Bəhruzoğlu və sonraki günlərdə Bakı şəhəri Nəsimi rayonunda partlayıcı qurğunu Nəsimi rayonu partlayıcı qurğu güya DTX, bunu da yadda saxlayın. gizlətdikləri müəyyən edilib. Sepahın əlaqələndirici agenti kimi müəyyən edilmiş Hafiz Tavassoli Ağayeva Xədicə Zakir qızı ilə əlaqə yaradıb, qutunu özündə 2 gün saxlamasını istəyib. Xədicə Ağayeva bir nəfərin motosikletlə yaxınlaşıb bağlamanı götürdüyünü müşahidə etdikdən sonra Tavassoliyə bu barədə məlumat verib. Ağayeva partlayıcı maddəni Ağayeva güya partlayıcı maddə saxlayırmış. İndi Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmi YouTube kanalında özünün 2024-cü ildə yaydığı videoya baxağın. Həmən Xədicə Ağayeva polisin yaydığı videoda narkotik üstə tutulub. Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Ramin Quliyev, tanışı İlqar Quliyev və Xədicə Ağayeva saxlanılıblar. Onlardan 8 kiloqramdan artıq heroin, marixuana, metamfetamin, 2 ədəd elektron tərəzi və... Bax, bu ekranda göstərdiyim video skrindir ki, YouTube'dan girib bu videodan sonra siləcəklər. Yəqin ki, polis DTX-nı yalan çıxartmasın. Ona görə hər şey olduğu kimi skrinini eləmişəm video. Baxın, gördüyünüz kimi də bu Daxili İşlər Nazirliyinin YouTube kanalıdır. Həmən Xədicə Ağayeva bax bu videodadır. İndi videonu tam sizə göstərirəm. Diqqət ekrana. Polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Ramin Quliyev, tanışı İlqar Quliyev və Xədicə Ağayeva saxlanılıblar. Xədicə Ağayeva, bax bu Xədicə Ağayeva həmən DTX-nın yaydığı Xədicə Ağayevadır. 2024-cü il 15 oktyabr tarixində Daxili İşlər Nazirliyinin YouTube kanalında paylaşılıbdır bu. 16 nəfər like qoyub həmən videoya, 689 nəfər də baxıbdır. Hətta burada Daxili İşlər Nazirliyi yazı şəklində bunu paylaşıbdır. Bir də qaydaq. Davamına baxaq. Və Xədicə Ağayeva saxlanılıblar. Onlardan 8 kiloqramdan artıq heroin, marixuana, metamfetamin, 2 ədəd elektron tərəzi və 50 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından satışını İran vətəndaşlarından alırlar. Eyni temadır. Amma söhbət haransa partlatmaq yox.
hər gün tutulan narkotik tacirlərindən, adamlardan gedir. Keçirmək məqsədi ilə əldə ediblər. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Araşdırmalar davam etdirilir. Qeyd edək ki, Nəsimi rayonunda narkotiklərlə əlaqəli cari ilin əvvəlindən keçirilən tədbirlər zamanı 63 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. DTX. Ağayeva Xədicə Zakir qızı, Əhmədov Elvin Bəhruz oğlu və sonrakı günlərdə Bakı şəhəri Nəsimi rayonunda partlayıcı qurğunu gizlətdikləri müəyyən edilib. Sepanın əlaqələndirici agenti kimi müəyyən edilmiş Hafiz Tavassoli, Ağayeva Xədicə Zakir qızı ilə əlaqə yaradıb, qutunu özündə 2 gün saxlamasını istəyib. Xədicə Ağayeva bir nəfərin motosikletlə yaxınlaşıb bağlamanı götürdüyünü müşahidə etdikdən sonra Tavassoliyə bu barədə məlumat verib. Ağayeva partlayıcı maddəni Özünüz tam gördünüz, sübutlu, dəlilli. Görsənir ki, Dövlət Təhlükəsizlik Xidməti tələsik ortaya iş qoymaq istəyib və Daxili İşlər Nazirliyindən dosya istəyib və onun dosyasını üzərindən il yarım keçib düşünüblər ki, unudublar, adamlar da unudub və hazırda həmən Xədicə Ağayeva, o məlumatda verim, 4 saylı qadın həbsxanasındadır, 6 il narkotikə görə həbs cəzası yatır. Mən buradan İlham Əliyevə sözüm var. İlham Əliyev, utanırsanmı Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətinə görə? Fəaliyyətsizliyinə, millətə, sənəmi, İsrailə xoş gəlsin deyəmi, İsrailəmi? Yəni, dünyaya meydan oxuyan İsraili belə mi allatmaq istəyirsiniz? Belə mi soxuş gərirsiniz? Ayıb olsun. Əlin Ağayev sənə də, sənin birinci müavinin Ceyhun Şadınskiyə də. İlham Əliyevin də kül başına ki, sənin kimi DTX rəisi var onun. Faktlar ortada. Videonu silsəniz də fakt dəyişmir. Azad sözü izləyin, doğru xəbərlər, araşdırma videolar, azad söz burada deyilir.